xəstəni müayinə edirəm. Deyirəm, hələ o yırtıqların sizlə işi yoxdur, hələ toxunmur. Sinirə baskı yoxdur. Boşluğa açılmış yırtıqdır. Heç bir baskı yoxdur. Ağrıların səbəbi fəqərarası bu lardozun, bel fəqərlərində lardozun kifoza çevrilməsidir, qatlanıb arxaya. Və nəticədə də o qədər ağrı olub, bir neçə ayda çox hərəkət eləməyib, idman eləməyib, hərəkətlər eləməyib, qadın xeylaqdır. Arxa əzəllər o qədər zəifləyib ki, fəqərənin üstündə saxlaya bilmir, hətta o dərəcədə zəifdir. Əzəllər tam bir pambıq kimi. Biraz da bəzi hallarda belələri gedib düşürlər ki, kimsə deyir ki, gətir orada biraz masaj edək, sənin ağrın keçəcək. Masajla həmin əzəlləri biraz da yumşaldırlar, biraz da gücünü itirir. Masaj da yaman dəvalı. Gücünü itirir və nəticədə nə baş verir? Xəstə ağırlaşmış vəziyyətdə ya yaxında hansı həkim var, müraciət edir, ya da bizim yanımıza gəlir. Baxırıq ki, xəstəliyin səbəbi qalıb başqa yerdə. Diskdə orada çıxarışda 2 dənə yırtıq görüblər, düşüblər ki, bu saatlar o yırtıq müalicə olunmalıdır. O yırtığın hələ sizlə işi yoxdur. O yırtığın orada əmələ gəlməsi səbəbi zaten bu qamətin pozulmasıdır. Əgər burada lardoz düzləşibsə, burada disklərin bir tərəfinə ağırlıq çox düşür, digər tərəfinə az. Daimi də bu vəziyyətdə qaldıqda artıq diskin zədələnməsi məcburidir, mütləqdir. Başqa variant yoxdur.